Gündəlik yaşanılan əsəb, stres, gərginlik, yuxusuzluq kişilərdə cinsi həyata da təsirini göstərir ki, kişidə beyin və cinsi orqan arası olan bağlılığın pozulması halları ilə üzləşdirə bilir. Belə hallar daha çox kişidə artıq 3-4 dəfə cinsi əlaqədə uğursuz olmuş kişilərdə görəsən partnyoru razı sala biləcəmmi, görəsən məndə alınacaqmı? Bu kimi suallar gəlir ki, bu da onun özgüvənini azaldır. Və əlaqə zamanı kişidə sərtləşmə itməsi, həm partnyorda, həm özündə cinsi aktdan zövq ala bilməmə kimi hallar baş verir. Bəzən tam bərkməmiş boşalma, eyni zamanda da və yaxud da tam əksinə boşala bilməmə, uzun çəkib, yorucu olma və bu hallar mütləq şəkildə kişinin orqazm həddinə tam çata bilməməsindən gəlir. 5 duyğu orqan vasitəsilə beyindən cinsi orqana siqnal düzgün ötürülmür və bu hallar da kişidə duyğu orqanlarının fəaliyyəti pozulduğu üçün cinsi aktdan da zövq ala bilməmə halları olur. Əgər siz İKAN, beyin kalsiumları və Beykan məhsulunu profilaktik olaraq qəbul eləsəniz və bununla paralel əlbəttə ki, bu problemlər fərdi şəkildə danışılmalıdır və ona uyğun köməklik göstərilməlidir və bununla paralel şəkildə mütləq şəkildə kardiseps məhsulunu qəbul etməklə qan damar təmizliyi, qan damar tonuslaşması, orqanizmanın işinin qüvvətlənməsini dəstəkləməklə bu problemi qalıcı olaraq aradan qaldıra bilərsiniz.